Baş sponsor Lovell traktorları, xüsusi sponsorlar Patron tumları, Azərbaycanın kolası Buz Kola, Banyosin. Tiryakinim, tiryakinim, Yere soxum sənin bu. Ay tiryakin, ay zəll olmuş. Görmüsən ki, ağları sərmişəm. Tonqal vaxtıdır, odun vaxtıdır. Bütün tüstü duman deyən gəlirəm sən Az canım. başa düşmədim, o nə deməkdir ki, mənim sənə nə işim var ki? Mən burada özüm üçün od qalamışam, elə bir ki, həyatını... Gəlir, hazırlaş, gəlir. Zəll olmuş, nə olmuş? Hazırlaşın, gəlir. Nə lazımdır ki? Yox, deyirəm, gəlir. Bir dəqiqə sən deyən, sən də bildim, gəlir. Bəli, gəl az. Deyir səni, paltar yuyub sərmişəm. Sən nə vaxtdan paltar yuyub sərən olmuşsan ki, sən ömür bu onun bunun babalın yumusan da. Yox, gəlir. Bizdə maşınla gəlir, 4 təkəri var. Mənə bax, 4 təkər dedi. Mənim 2 təkəri maşın olur ki. Yox, bildim. Niyə? Mənim hesab etimin 2 təkəri var. Mən demirəm ki, mənim hesab etimin 2 təkəri var. Görmürsünüz, 2 təkəri var. Mənim atam deyib ki, sən böyü, sən böyüyəndə maşın alacam. Alar, hə. Böyü biraz böyü alar. Böyüyüm, atam deyib ki, alacam. Jubileyində alar. Mənli deyil, özünüz biləsiniz. Kim gəlir? Özünüz Sən bilin. Ürəyin çəkilsin. Kim gəlir, ay cümşü? Siz ömrü boyu kitab oxuyan adamlarsınız. Siz bilərsiniz. Saatı icad edən adam saatın neçə olduğunu hardan bilir? Hə, hardan bilir? Da biz nə bilik? Yox, hardan bilir? Özünüz bilərsiniz. Mən gedirəm, özünüz bilərsiniz. Amma gəlir. Deyirəm ki, bu da hər dəfə söz soruşmaq adı ilə gəlir, bizə itin sözünü deyir, bana da sözünü soxur çıxır gelir. Aslan etsin az. Ay sizə düzdür, gəlir, hə. Bütün əsəblərim gəlir. Nerv içiyor. Az bəsdir də. Nə olub? Görsən paltar yumuşam, asmışam ağları. Sən tonqal qalayan vaxtındır. Sən ömrü bir onun ocağını söndürən adam olmusan. İndi məni gördün, ocaq yandırdın. Kim az mən? Kim az mən? Mən ocaq söndürüm, mən ocaqlar yandırmışam. Nə danışsan? Sən paltar yuvarsan ki, bayaq dedim, sən ancaq babal yuva bilərsən, babal. Baba, ay yazıq, sən ağ paltarı. Birinci dəfə ağ yumusan, sonra qaralıb, atımsan rənglərin arasına bilinməsin, ay yazıq. Mən ömür boyu gözümü açıb paltar yuyan görmüşəm. 9 kiloluq, 8 kiloluq quzular yemişəm məni. Az sən anan görüb ki, paltar yuya bilmirsin yalnız. Sənə həyasızlığı öyrədib. Səni soğaram bu turbağa gözü. Mənə, öyle elə. Təpə göz, orta yaşlı babeyqa. Kili başı var, kili başı. Kozu qartal oxşusun, ay yazıq. Kozu qartal, öyle elə. Ay yazıq, bizə ömrü boyu paltarıyan maşın olub. Ay sən dördün, maye paraşoku sok kimi bilib, başıma çəkər içən. Ne olsun? Onun içində bir tane vitaminler var, sonradan bilmişəm. Öyle paraşok bilsən nədir? Az mən ömür boyu bahalı paraşoklar işlətmişəm. Sarıyel. Sarıyel. Az birdən qablı yel olur ha, zirgi də. Gabriel kimdir? Batistuta. Kili başı. Onu da tanıyırsan ki. Roberto Carlos'un batısına oxşusun, ay yazıq. Aslında buradan azal batsın gəlmişsələr. Sən ömür boyu reklamlarda görüb ucuz maye şampunlardan istifadə eləmişsiniz də. Mən ömür boyu bahalı. Ömür boyu. Yaxşı, sən bir dəfə barmağımı bağla görüm, sən bu həyat üçün nə vaxt iş görmüsün yaz? Haçan görmüsün yaz? Heç nə rahat olma. Denən də. Heç nə rahat olma, yazıq. Kimdir? Day burada işləməyə ehtiyacı olmayacaq. Ne çünkü? Ömrü bizə az qalıb, rədddən uçub gəlsin buradan, hə. Ərimlə münasiblə. O Bodrumda bahalı otellər var, mandarindir, lujadır, orada basenlər var, ha. Burada tikdir gözüm üçün qəşən, hə. Burada? Giyinirəm kupanikimi, o bahalı kupanikimi. Gəlirəm bura. Uzanıram. Qəşən, münasib, zagar kremini çəkir mənə. Özümü üçün naturani sok, ora bura. Ona kimi də üzməyi də öyrənəcəm. Qəşən dincələcəyik. Sizin baseyndə üzməyi öyrənməyinizə ehtiyac yoxdur ki. Elə suya düşən kimi lüp belə biriniz bu tərəfdən çıxarsınız, lüp belə biriniz bu tərəfdən çıxarsınız. Günəş də vuracaq, lüp. Kül sənə başıma sürmədim, biz belə Nə söz be? Lüp çıxacaq, kül sənə başıma. Adam, yerə sən get, zərli olmuş. Güzgün özümə baxımda 8 balığına oxşayırsan. Mən, ay yazıq, sən özü baxmısan, Nə oxşayır? 80 balcı bilmişsin oxşayırsan, ay yazıq. Adama yerə gir, acıqı patalarsan, dava yerə gir. Bırrına, elə bir cərci ol. Öyle elə, Özün öyle az. Vay be, qapqar oldu ağları. Yeri. Acı git də. Hara dedim, öz həyətimdə dincələm, sizə deyirəm. Mən bunu neyniyəcəm indi? Nəyi? Suyla oldu ki? bunu mən
söndürüm. Söndürürsən. Əzabın, əziyyətin artıq olsun. Heç Evimə nə də demirəm. çapda gətir tonqal quram. Heç nə demirəm. Şurada çərşənbədir. Sən Bir hoppalaca ağrığım uğurum burada Şimdi qalsın. baş var, ağrıdım, uğrum sənə düşsün. Ağrığım uğurum burada qalsın. Ağrığım uğurum burada qalsın. Kuşa çınarlar, şahit oldular bizim bu ilk eşkimize. Köydeki kuşlar neme koştular. Ay bala, bu ne mahnını koyuyorsan? Benim mahnımı koy. Ay bala. Bu günləri adi maykanı bir dənə qonşuya sata bilməmişəm. Mən o qadınam ki, qızının toyunda anasına gəlinlik paltarı satmışam. Mama xvatit da mama. Sən nə qədər demək olar? Qutar da bu xırda xırşal vermə. Bəs necə dolanaq? Necə dolanaq da? Səni o boyda Moskvaya yola saldım. Getdin, neynədin, yarıtmadın, gəldin. Ey mama bilmirsən, bilmirsən. Sənin oğlun orada hoqqa izləyir, hoqqa. Ay mama, ağlıma bir qəşəng fikir gəldi. Hə. Gəl evimizi sataq, qoşulaq biznesə. Malqara alaq, inək, qoyun, camış. Vuraq Bərdə bazarına, mal heyvan sataq orada. Xəstəsən? Niyə? Camaat gedir Bərdə bazarından mal heyvan alır aparır. Elə söhbət elə odur da. Hamı mal heyvanı hardan alır? Bərdə bazarından. Deməli Bərdə bazarında mal heyvan qıtlığı var, düzdür? Biz satırıq Bərdə bazarına, Bərdə bazarı satır camaata. Gözlə. Çıxırıq buradan, vururuq bunu belə. Evin qiymətindən. Gəlin taxta üstünə soğan doğrayır. Qaynana da orada xəmir açır. Mama bax, bu biznesə girsək simyamız çıxır ağucuna. Gör nə qədər xeyir var. Dinmə ki. Hə, nə deyirdin? Deyirəm ki, Hə. gəl evi sataq, Hə. qoşulaq biznesə. Mal heyvan alaq da, aparaq sataq Bərdə bazarında. Razısan? Məhiyyətdir, bəsdir də, qutar. Ey mama bəsdir də, məhiyyətli söhbətini yığışdıraq da, o Rusiyyətə getməmişdən qabaq. İndi mən radika. Məhiyyətdir, ol radik. Amma mən o evi satıb eləyən deyiləm. Sən o evə gəlin gətirəcəksən. Bax oğul, bax 20 yaşında qızdır. Atası müəllimdir, anası evdar xanımdır, işgüzar xanımdır. Tibb texnikumunu bitirib, bütün kəndin iynəsində pul vurur. Əli pulla oynayır bala. Ay mama, mən biznes qurmaqdan danışıram, sən evlənməkdən. Ay bala, ay oğul, mən də qaynana olmaq istəyirəm də. Mən də bu gəlinlə üz-üzə gəlmək istəyirəm də. Mən də onunla dalaşıb, söhbəti ata evinə qaytarmağa qədər çatdırıb, sonra mehribanlaşmaq istəyirəm, ay oğul. Bax, elə mən buna görə evlənmirəm də. Mən evləneyim, sən qızla bütün gün dalaşasan, bütün qonun-qonşu da səs-küyümüzü eşidə, hə? Yox, evlənmərəm. Elə o yaşlıdır da, elə o yaşlıdır. Bax, o gün Gülçöhrə gəlini ilə əlbəyaxa döyüşə çıxmışdı. Doğrudan? Hansı odur? Əlbəttə Gülçöhrə. Gəlin ayaq üstə davada yaxşıdır, Gülçöhrə də güləş üstə vışşıdır. Girib ayağına, qalxızdı qoydu yerə. Doğrudan deyirsən ay mama, halal olsun. Amma evi satırıq, evi sataq, qəşəng biznes quraq da, nə olar? Gel işindən məşğul ol. Mənim başımı xarab eləmə. Mən evzat satan deyiləm. Mama, nə tərsiz ki? Yaxşısınız. Mama, piroqun içinə 2 dənə bayquş yumurtası qatdım. Verəcəm Nisiyə, yesin dil ağzı bağlansın, hə? Ay mama, nə olmur ki? Yadıma gəlmir ki, bu Rafiq o vaxt arvadım boşadı. Gəldi bu mənim o Renkanın ilanına oxşayan xalam qızını aldı. Yadından çıxıb. Xalam onda Rafiqə həmin o bayquş yumurtasından qatmış vermişdi də. Mən də qatım verəcəm, bu evdən çıxsın, amma ev bizə qalsın. Ay mama, necə lazımdır. Ən güclüsüdür. Atıram gölə. Düşdü. Hərim mama, bu güclüsündən də attım gölə hə, batdı getdi. Ay mama, yadında da bir gəldi, mahnı oxudu. Sən, başımın tacı qardaş, sən, başımın tacı qardaş. Həyətdə bastırdı, mahnı oxuyuq ya. Ondandır. Sən dili bağız belə bağırdı ki, 5 manat pul verdi gözünün qabağında. Heç demədin, ne? Az. Nə də az? İndi də gəlmişsən gölün qırağına
Cadını atasan gölə, az göl quruyanda bütün zibillərin çıxacaq üzəyi. Az yeri ged az. Çıxacaq. Sən zibillərin çıxacaq. Niyə ki, niyə ki? Ne edirəm burada? Görmürsən? Bayaq hissə verdiyin plastinaları, ağları burada yuyuram da. Yazıq. Sən nə edirsən burada? Mən, az heç nə, mənim də ürəyim bilirsən ki, pambıq kimi bir şeydir də pambıq. Yumuşaq. Az bir ki, sən könlünə dəymədim. Dedim sənin üçün qəşəng piroq pişirim, piroq yeyəsən. Al nuş elə götür. Piroq yiyim. Götür. Evdə də çayla içərsən. Az doğrudan doğrudan mən də bayaq səninlə pis danışdım, ürəyimdə qaldı. Mən səni çox istəyirəm. Axı sən mənim elitimsən, elitim. Buyur. Nəyinə? Elitim. Elitim. Eliti demirlər. Yəni hə bildim, başa düşdüm. Sən də bizim qapımızın tulla. İngiliscə bu sözü yadıma şu tullası. Mən bilmirəm ki, sən nə deməksən. Tulla nədir? Vurğu var orada. İntonasiya var, intonasiya. Yo, sən bunu bilməzsən, bu başqa şeydir. Bu ingiliscindədir. Götür. Ayda, qoyayım. Götür, yeni olsun. Bayaq mənim də ürəyimdə qaldı. İnansan düzü sən milçəksən, amma ürək bulandırmayan milçəksən. Qoyayım. Dayan. Ay xəbərlərdəki tələf olmuş malqara. Mən bunu yiyənəm. Allah bilinə cadu pil eləmsən bura. Cadu pil İraq olsun. Cadu pil nə eləyirəm ki? Az mən sənə cadu pil eləsəm, bu cinlər mənə deyər ki, utanmırsan sən, buna görə mənə ağız açırsan. Cinlər deyər. Az davay o tortun pirok nədir? Onu götür də qol buradan. O az qalıb. O sənin atonu, o vayın biletini hissə qoyub meyvələr götürmüşlər sənin üçün cəhizlik. Onların hamısını belə çıxardıb vızqırtcıyasız evimizdən deyər. Nə arayacaq? Vızqırtcıyasız. Az özünü cızgırtcıyasız. Vız yox, vız. Vız olsun, cız. Vız. Az əl çək məndən ne? Deyirəm vız. Az nə olur mənim meyvələrimə, nə olur mən? Sən öz meyvələrindən danışı. Bilirsən nə gün dedim meyvələrin? Hamısı terminini bahalı, qoz ağacı. Amma qoz ağacıydı o, qoz ağacı. Az meyvələr mənim meyvələrim idi, gətirdiyim meyvələr. Doğrudan. Hansı meyvəl, hansı ceyiz getirmirsən? Az bilsən nə var? Birincisi mən heç meyvəl gətirməmişəm. Ata evimdən gətirmişəm tərbiyə, əxlaq, qanacaq, tərbiyə. Bunlar niyə üçün gözə görsənməsin ki? Davay, az qalıb gedirsin. Az görəcək kim gedəcək, kim qalır. Yenə gəldi. Nə oldu? Yavaş, nə oldu? Nə oldu? Deyirik sizə söz. Siz nə edirsiniz? Başa Nə edirik ki? Bu suyu mən doldurmuşam mən. Bu suyu mən özüm doldurmuşam. Mənim hesabetimi yumaq üçün doldurmuşam. Siz deyirsiniz niyə paltarları atmışsınız ora, hə? Niyə çirkləndirirsiniz öz ağ paltarlarınızdan, hə? Niyə çirkləndirirsiniz? Eləməliyik, cümşü, bağışla. Eləmə yine. Eləməliyik, qorxma. Sənin bürcün nə idi? Bürcün? Qoç bürcü nədir ki? Ən gözəl bürc. Qoç bürcü. Hə, yaxşı bürcdür. Qoç bürcü yaxşı bürcdür. Qoç bürcü yaxşı bürcdür. Elə belə soruşdum. Yox, elə belə soruşdum. Soruşdum elə belə. Yox, deyirəm ya ki, suya atmışsınız paltarları. Axı paltarlar dona bilər axı. Hə, paltarlar dona bilər. Dona bilər, hə, yaxşı. Donandan da sonra onu gərək axı donu açılsın deyə pişirmək lazımdır. Pişirmək. Ada nəyi pişirmək lazımdır? Paltarın. Yox, donu açılsın sonra. Nəyi? Suyu da, paltarları da eləmək lazımdır. Donu açılsın, pişir. Balıqları deyirik. Balıq. Balıqları. Mənim balıqlarım var burada, mənim balıqlarım var. Laf yaxşıdır. Nə xəbərə gəlmişsən, nə olub? Qoçla inəyin nə kimi fərqi var? Nə kimi fərqi var? Ata mən nə bilim nə fərq var? Sən deyən də əsəb vaxtında ya. Soruşdum da. Nə bilim qoçsa şey olur, nə olur? Buynuz olur. Buynuz olur. Soruşdum da. Teymurəm necəsiz? Teymurəm. Ata Teymuram kimdir? Teymur kimdir ki? Mən də bilmirəm, elə belə soruşdum da. Mənim nəyimə lazımdır? Ümumiyyətlə soruşam. Yəni ki, mənim odur ki, xaladelnikin ağzını açıq qoymayın, o buzda əriməsin. Yaxşı. Gözüm üstünüzdədir. Yaxşı. Deyirəm ki, gözüm üstünüzdədir. Ada bildiyi də geri getdi. Gözüm üstünüzdədir. Abi de gel ağırlaşır. Ciza. Sən yerə get işimi gücümü görüm də. Az yemirəm də. Bilirəm diş atda. Soxuşdu da yerə get işim gücüm var, bunları təmizləyirəm. Pis adamlar var insan qədər. Mənə bax, ada suyu çirkləndirmə, suyu çirkləndirmə. Külü başıma sənin də. Çəkil o tərəfə. Şofer deyilsən, qaloşdaysan. Mənim oğlanlarım da sənin kimi fərsizdir. Hərəsi bir dənə süleçini alıb, gətirib salıb evə arvad eləyirlər. Zəhləm sifətlərindən gedir. Onlar yadıma düşəndə o çəkdiyim sancılara görə peşman oluram. O tərəfə dur. Bağla.
Maşının siveçalarını dəyişmək lazımdır. Özdə tez. O tərəfə geç. Geç o tərəfə. Nə baxırsan? Otur da. Çaşka Feridon da yetişib ha. Deyirəm nə qəşəng güllər açıb. Ay can, ay can. Deyir, mən də Məcnun adlanaydım, eşq odunda ovlanaydım. Bir də var edir, mənim əmim nətərdi, mənim dayım nətərdi, mənim bibim nətərdi, mənim dayımın yoldaşı nətərdi, əmin əri nətərdi, bibin əri nətərdi. Azad, saxla Azad dayımın yoldaşı. Az gör sən oynayıram, gülləri niyə qanqırırsan? Az özün anqırma, gör mənə nə deyir, Az utanma. anqırma demədim, deyirəm qanırma, yəni əzmə. Qanmaz özün sən, az bildin. Az mənə bax, bir gidə. Mədəni deyil, bilirsiniz ki ya, bilmirsiniz ki ya. Ha, bu danışıqda başqa şey tapıb mən üçün. Az sənə deməmişəm bu bahalı fənimi bitdi başıma vurma. Bundan işlətmə. Kimi? Bunu işlətmə. Mənim bitdi başım var. Az mənim başımda bit var. Ayıp Az. Bitlər ağaçda vaxtın sənin başında keçirdir. Başında xeyli şər ev açıbları bitləri. Ne üçün ki? Xəbərin yox deyə. Yox, ne üçün ki? Ne üçün ki? Az mənim gözəllik salonum var. Efruz, Beauty Center. Ay. 4 dənə R var orada. Axırı baba, Center. Ay çişkay yazıq. Olub sən nə deyir? Səndə o R-nın heç biri də yoxdur. Biri də yox. Onu bilirsin ya. Ha, sözü düz demirsən. Biti diyor, biti. Necə Beauty? Biti Center. Deyən Efruz, Beauty Center. Ha, asa düz deyirəm də bitdi başdan da biti. Bitdən düz gəlir. Az yer. Öz yer. Gedişində məşğul olar. Davay. Ay sağ ol kardeşim. Bak ona göre de deyirəm ki pul her şeydir. Gəlir insanda xoşbəxtçilik ola. Ailədə evdə mehribançılıq ola. Başa düşdün? Odur da, deyir ki, pulun varsa çaxsan, yoxdursa patçaqsan. Əsas pul deyil. O çaxla patçaq eyni. Amma heyf ki o bizim evdə yoxdur da. Ha? Kırışırlar. Yine kırışırlar. Ha, tez gel. Tez. Mən sən ləvazabatlarımı neynirəm ki? Sən öncə neynirəm? Çın, Ha git. çın deyə Ha baba qalır. ne olur? Siz Ne yenə var. kırışıyorsunuz? Ne meseledir yine? Münasib. Deyən görüm nədir bu? Ha, Az deyirəm, sənə deyirəm. Bu ujay buradadır. Hardadır? Burada yox, buradadır. Sən hardasan? Ya bu evdən çıxıb gedəcəklər, ya da mən gedirəm dədəmin xarabasına. Vsyo. Nisə, sənə qurban olum ora Nisə xarabadır. də öyle, kisədir, kisə. Sakitləşdir. Maçalka sifəti, maçalka. Ay Nisə. Onu İşlənmiş maçalka. Sakitləş. Eşidirsən? Gedir yanangilə. Gel, Mən gel, gel. illərlə həssətində olduğum hinduşkanı götürdük. Ver yanıma. Onun qəşəng yolu heç bir kimyəvi qatkısı olmayan patron yağında qızardır. Başlayıram onu yeməyə. Mesela bax, o hinduşka var ha. Kəsinə nə yaxın, sən nə eləyir? Aram zam zam, aram zam zam, gule kız zam zam zam, aram zam zam, aram zam zam, gule ram ram ram. Hacer, ben de çeyrem, ben de formülünü açayım. Musiqice baxayım. Hinduşka var çay, deməli vurmaq da var. Vurmaq dücü ne? Çamakol. Səmədə. Minaçim, qaynalar şəhətində 4-cü rumucan ki, vurur cana. Orada qaynana adından qaycedir qalır, ana. Ben de çeyrem. Gedək. Ada, sənin öz qaynanan yoxdur ki, gedim onun qaynanasının hətini yiyib çəksən. Minaçim mənim qaqaçımdır. Onun qaynanası, mənim qaynanam. Sən də Bəli, düppədüz deyirsən. Bizə elə bir dənə də qaynan olsa bəs eləyir. Bəs eləyir. Bəli, özümüz işlədərik. Ama demədi qaynana, inatlarımız antırıyla. Ama demədi qaynana, inatlarımız antırıyla. Gel. Gedək. görsən bunları. Dostunlar bunlar. Keç belə görüm. Yəni gözə nizə ilə vururam ona. Yok, kaç! Nə üçün? Şimdi mən səndən nizə atan olmuşam. Məktəb vaxtı o vaxtı mən şey atırdım, çəkic. Çiç. Hə, bir dəfə atdım, getdi üstü məktəbin üstünə, ondan sonra məni sinifdən qovladılar. Qaqaç, bəç. Baba! Can, sən nasıl oldu, hə? Nasıl oldu, yaxşısan, hə? Necə, ha? Yox, mən nə deyirəm ki, mən sən bir söz demirəm ki, sənin başına dönərəm. Mən sənə demirəm ki, indi apararam səni, sənə od vuraram, hə? Necə? Yox, od vuraram, yox. Can, gedi. Gələcəm. Ay sağ olasın. Kimdir? Abi.
Geldi. Kimdi görəsən? Geldi. Kim geldi ay Sultan? Ne oldu ki yani? Geldi. Kim geldi? Sizin ananızı Necə? yolda gördüm. Ha, bir maşında gelirdi. Ne boyda maşınıydı. Ha, rulu da vardı. Mama gelir. Rulu. Başa düşmədimi, mama bize niye dememiş gelsin ki kardeşim? Deyir də, danışır da bu. Sizdə bint var. Mən elə bir yoldan gələndə qabağıma qonşunun şahsıstı yıxıldım. Nə? Bint sen. Yox, mən demirəm, yəni deyirəm bint var sizdə. Vəsabətim yaralanıb onu sarımaq istəyirəm. Başa düştüm de çünkü bint lazım da sana düz. Mənə lazım deyil, mən deyirəm yəni bint lazımdır. O şey sarımaq üçün yaralanıb. Mən başqa şey demirəm ki. Vəsabətimi sarıyacağam. Bint olmaz sizdə. Bint. Bir daha gəlib gətirirəm, mən bint. Mənə bax meydan, banyosun tozunun yerini sən bilirsən. Gətir səpək onun yarasının üstünə, yaxşı? Mən də gələm. Deyirəm əfruz olan sizə oldu ya. Öz otağımızı verərdiniz qaynanamıza, siz də yatardınız xunada da. Niyə üçün ki? Sizin otağınız böyle fəaliyyətini dayandırıb. Sizin otaqda qala bilməz ki. Az ev mənim də özüm bilərəm. Kim harda qalır, kim harda yatır. Az ev hardan sənin oldu? Elə bilmiyorum az ev kimindir. Tamam. Ev olmasa mənim olsun. Asilik də. Yaxşı. Ay kızlar yaxşı. Ev anamın adınadır. Arvad gelip çıkmayıp kırırsınız birbirimizi. Ay bala 2 gün gelecek konak gelip de kalıp gelecek Bakıya da. Nasib. Nisa bacı sənin arvadındır. Arvadın. Nisən mənim arvadım da. Arvadındır, hə? Yox, mən elə belə soruşuram. Ümumiyyətlə deyirəm, yəni, arvadındır sən Nisa. Dəqiq Nisən mənim arvadım. Hadi xalası görürəm ki. Yox, elə belə soruşuram da, yəni arvadındır, dəqiq arvadındır. Tümkü. Həri. Nisən mənim arvadım. Yaxşı əzizim. Olsun. Bint. Gəl. Gətir vəsəbəti gətir. Vəsabəti niyə gətirəm? Yox, bu bint mənə lazımdır. Bint mənə lazımdır. Vəsabətə bint mallar, başqalardır, dəlidir. Hə? Necə? Yox, mənə lazımdır. Ver özü bağlayar. Ver. Deyirəm onda al bu banyosun tozunu. Bunu səpirsən bir yaranın üstünə. Yarada elə bir ki mikrobların çox olmasının qarşısını alır. Banyosu. Mən özüm səpərəm. Özüm yarama səpərəm. Sağ ol. Bunu verirəm sənə at vilas bütündən də bax tez yıxılır. Sağ ol. Ay gəlinlər, bu nə tozlu qapıda, hə? Niyə təmizləmirsiniz? At öləndə itlərin bayramı olur. Həyət bacaya bax, nə gündədir, alaqlara bax. Baxan yoxdur da, Münəvvər ölüb axı, Münəvvər ölüb. Siz nə işlə məşğulsuz, ay uşaqlar, ay gəlinlər? Can ana, can. Hoş gelmişsin. Can, ana əvəzim. Nə olub ki? Şalvarın niyə palçıqdır belə? Ay ana həyətdə işləyirəm da. Yaxşı. Araya söz qatma, inandım. Birbaşa mənim anam. Ana əvəzim. Yaxşı görüm. Meydan, sənin də köynəyin çirklidir. Su yoxdur bəyəm. Gəlinlərim, mənim gözəllərim. Mən sizi çox istəyirəm. Gəl səni də öpüm. Oy gözəllərim. Həsrətli ol da. Nə yaxşı sizi mən. Ay çox sağ olun, çox sağ olun. Nə yaxşı mən sizi aldım ey oğlanlarıma. Nə gözəl aldın ki, mama, nə gözəl aldın ki. Deyirəm ki, həmişə belə mehriban olan. Amin. Mənim qaynanam mənə qan utdurub deyə özümə söz vermişdim ki, mən gəlinlərimlə həmişə mehriban olacağam. İnanın, mən gəlin köçəndə cehizlik pərdəmi pəncərədən asmamış, qaynanamla aradakı pərdəni götürmüşdüm. Doğrudan. Allah Nə qədər dalaşsaq da, küsül olsaq da, bilirdim ki, ürəyində məni çox istəyir. Doğrudan. Bəs nə? Öləndə son sözünü mənə dedi. Nə dedi mama? Gözlərini yumdu, biz də hamımız ağlayırdıq. Qəfil gözlərini açdı, mənə dedi ki, ləçər də varsan, ifritə də. Ayağına mövzuya girmə də. Sən dinən görüm xeyirdi mi gəlmisən? Yaxşı, onda axşama adıma layiq qəşəng bir süfrə açın. Sizə ev barəsində şad xəbərim olacaq. Nə gözəl. Çamadanımı gətirər. Başlayın. Gəlinlər, samadanı götürün. Gecədə biz işimizi tamamlayaq. Haqqama yarım götürüm. Götür. Görürsən nə xəbər deyəcək? Gəldi də canımız üçün. Yenə dağ çəkəcək bizə, dağ. Niyə sultan gətirir ha? Deyən də sən. Mən deyim ki, gərək hər şeyi. Mən qaçır sultanı da alacağım. Yine bir pulla gəlib. Salam xanım.
Salam xanım. Necəsən? Ay dünya gözəli. Necəsən? Ay dünya gözəli. Mənə niyə cavab yazmırsan ki? Mənə niyə cavab yazmırsan ki? Ay mənim gözəlim. Olsun sənə çatmır əlim. Ay mənim gözəlim. Olsun sənə çatmır əlim. Münasip. Ayca. Ayca. Hadi. Traktın altında ne insan? Ağız altında döyləmət, oturmuşam böğründə sən də. Sən mənə bir dənə dinən ki, münasip, hinduşkanı kəsmişəm, bişirmişəm, gətirmişəm ki, abed eləyirsən. Onu yuxunda görəsən münasip, bildin? Az elə, bir yax yuxu görmüşdüm də. Gör yuxuda nə görmüşəm, Görəm qaçıram hinduşkanın dalınca. Birdən hinduşkanı tutdum. Nəsə baş verdi, kəsmək istəyəndə hinduşka dilə gəldi. Qayıtdı ki, sən haran iti qurdusan ki, nisədən xəbərsiz mənə kəsirsən. Hatta bir dəqiqə məni ben yuxumu saxla özbəyə. Görüm traktın altında ne inirdin? Ha kız yenə nə deyirəm, altında dölüydüm, xarab olmuşdu. Xarab olmuşdu. Yalan danışma lovu, traktör heç vaxt xarab olmur. Günah səndə də öyle ya Nisə. Günah məndədir. Günah məndədir ki, bütün bu lovulun sirlərini sənə açıb danışmışam. Onu bildim, mənə burada fırlatma heç. Görüm orada ne inirdin? Ay kız şəkillərə baxırdım. Nə? İndi şəkillərlə xəyanət edirsən mənə? Ay Nisə, sənin başın xarabdır. Ha mən sənə heç xəyanət eləyərəm. Traktörün şəkillərinə baxırdım, videosuna baxırdım. Yaxşı da inanın, nə bilim, nəysə, qulaq az. Deyirəm, o mamam dediyi şad xəbərim varsa bu evlə bağlı. Birdən evi bizə verməzlər, Əfruzgilə verərlər ha. İnanırsan Nisə, mən anamdan hər şey gözləyirəm. O vaxt mama nənəyə nə demişdisə, nənəm yuxudan duran kimi halva çalırdı. Az soruşurduq, ay arvad, niyə bu qədər halva? Deyir, yuxuda mamamı görmüşəm. Bax, sənə deyirəm. Birdən evi Əfruzgilə verərlər. Prinsipə, acığa, 3 dənə uşaq doğaram. Ay sağ ol, səndən də boşanaram, aliment alaram. Bax, deyirəm sənə. Nisə, yəni həttilik eləyərsən, ha? Həri, nə eləyirəm? Həttilik. Həttilik. Üç dəfə də. Mən sənə dedim də. Nisə, gör nə deyirəm. Neynirsən? Ev bizə qalmaq üçün başlayırsan anama şirinlik eləmək. Qayğısına qalmağa. Sasını darıysan, ayağın içli suya qoysan. Hər şey düzələcək, narahat ol. Eləyim də. Elə də. Mənə bax. Bəlkə bir-iki quruq vuraq traktoruna. Bilən istəyir, gəl. Bəlkə mən sürüm. Yox, Nisə, olmaz. Gəl dalım. O tərəfdən mini. Gəl, hə, gəl. İkiye de 3. Tecelliye baktım yoktu, ikiye de 3. Bakın, ha? Bir değil. Bak. 3 görüm. 3 görüm. 3 değil. Altı koçun Naçmert öldü. 3 değil. Altı koçu öldü. Ne baktın öyle? Hastaydı. Açan tete açırsan diyorum altı koçu oyunda öldü, elinde öldü de altı koçu baklı olarak otur da. Hadi oğlum, bayaklar bir tane arvad gelmişti size. Sen onun değil. Ne diyeceksin? Benim yemem lazım, özüm bilərsən. Özüm bilərsən. Ha, başa düşmedim sen niye cümleler? Yok deyirəm sən anondur. Ha, deyirəm bayaq çarva demişəm, mənim anam deyil. Hadi anondur demək sən anondur. Deyirəm mənim anam deyil, sən deyirsən ki cümleler çok Hadi başqa. anondur da mən nə deyirəm? Deyirəm sən mənim anam haqqında nə bilirsən? Anondur, necə? Məsələn, 5000. 5000. Aylıq 5000 ha. Razısan? razı. Bir dəqiqə gözlə də. Meydan. Ümumiyyətlə yes. Xileb gətirən ideya. 500 qoyursan 5000 götürürsən ayı. 500 qoyuram, 5000 götürürəm. 5000 götürürəm. Müəllimin də xəbəri var. Qulaq as. Salam, necəsən? Bir dənə 500 satmır ki, 5000 qazana qayılaq. Ne dedi ki müəllim? Deyir çalam nə tarçam. Allah burada cəmaət var da. Birini bilirsən, birini bilmirsən. Hər şey burada necə danışır? Anne hiç bilmirəm, mən birini də bilirəm, birin ikisini də bilirəm, üçün beşini də bilirəm. Ben altı koçanı necə öldürdüm müəllim? Bir dənə daha onu. Altı koça yenə öldü. Amma deyirəm. Oyunda deyirəm sən. Meydan. Deməli, buradan Şəkiyə halva vururuq. Səncə nə halvası? Yumru olur, kəməni albaçı. O səmən halvası nədir? Şəki halvası. Cəmaət Şəkidən halva aparır. Sən buradan Şəkiyə şəki halvası aparırsan. Eşitdin? Nə dedik? Hə? Bax, mənə belə suallarla gəl. Qoy mən bir dənə bu yola salım. Çeçi. Ha, çeçi. Cama. Camaat Şəki halvasını hardan alır? Şəkidən. Camaat Şəki halvasını Şəkidən alırsa Şəkidə nə yoxdur? Metro. Valla metro yox. Hamı Şəki halvasını Şəkidən aldığı üçün biz vururuq Şəkiyə. Şəki də satır camaata. Necə ideyadır?
O yaxşı pişirdi, ağlıma batır. Mən böçücü qoyuram. Ağlıma batar da, niyə batmır ki? Sənin Namiqdən nəyin əskidir? Qalinvacın sürür, biznes qurub. Aha, o Qalinvacın Namika taçından qalıb. Atası qurub da biznesi. Atası qurub, bu da davam edir. Deyəcəm, biz də Qalinvacın sürə bilərik. Sürmürsən. 500 manatı sən 2 dənə toya düzəldərsən. Hani daha çəkəcəm mən, bir çək onu düzəldən biləm 500 manat. Sən bu ağılına 500 nədir, 1000 də çıxardarsan. Deyəcəm, düzəldərəm. Düzəldirmirəm. Mən bir iki dənə mahnım var, onlar çıxdığını patladaram. Sənin başın işləyir, düzgün işlətmirsən. 8 vur 7 neçə eləyir? 56. Röyanın axırıncı mahnısının sözlərini kim yazıb? Hacı Nacim. Rafın qardaşının adı nə? Əli. Nə istəyirsən, sən hər şeyi bilirsən. Qaldı nə? 500 qoyursan, 5000 götürürsən. Qalmışam papaq altında da, çıxmaq lazımdır bir çətdən. Əslində sənin evin də yaxşı qiymətə gedər deyə, amma münasib qoymaz da səni satmağa, yaxşı biznes qurardı. Münasib həmişə mənim karyeram üçündən xət çəkib. Mən ikinci sinifdə oxuyurdum. Hələ bir preçanlarla qalxırdım ki, yuxarı müəllimənin yanına. Gördüm ha, münasib. Məqsədiyim qıca patrol eləyir. Buna bakayım. Meydan. Meydan. Buraya gel. Salam Əfruz bacı. Salam aleyküm. Ne var da bunun vidna fazonuna bak, rengine bak. Kamaz tekerini okşayacak. Gel buradan maşenlik. Əfruc. Çağırırım ki gel de eşitmirsən məni. Sən nə qədər demişəm ki, mən çayxanada olanı gəlmə bura. Gəlmə bura. Niye çünküm? Niye çünküm gəlməməliyəm? Mən bura. Niye çünküm gəlməməliyəm? Çəkərəm ağzının içindən, dörd kişilərin oturmuşam, mən damla oynayıram orada. Şimdi boyu bir yere sokum sen de kişilerin oturum. Burada kim olur ki? Sen, Cümşüttü, bir de dedi o maşenlikler. Burada başka adam olur. Ben əsər vermeyi. Bizim evdeki adamlar buradakilerden çok diye. O zaman ama bu tarakan dermanın üstünde şekil var ya. Tarakan şekli, həşərat şekli. Kayf. Aysa ona oxşayan nisiyə edirən ki, evi tərk eləsin, təcilim. Çıxsınlar, geçsinlər. Mamon da burada da Mamon da dedi ki, axşama şad xəbər deyəcəyəm. Çat xəbər? Nə çat xəbər? Nə çat xəbər? Arada içməkdən ayılırsan ki, akşam araq furkasının içində səni güclə çıxartmışıq. Mamon dedi ki, akşam sizə şad xəbər deyəcəm. Mən ama mama deyərsən ki, onları evdən səliqəli yola salsın, ev olsun bizə. Rahatçıl da o çabətlər, əfrutcam, burada qıçqırırcam. Bütün hamı içidir, sən çəkmə, sizin bir gözəm qıçqırım ha. Kolumu bırak. Kolumu acıtıyorsun. Kolumu acıtıyorsun. Sən elini məni acıtıyorsun. Can görüm, hesabı bağlayayım. Mən ama səndə pul var ki, sən hesab bağlayasan. Tufan, yac o pulu münasibin ayağına. Eve. Mənim üstümə qışqırırsan. Deyirəm sən eve. Sənə gəldiyim gün başıma qara daş düşəydi. Tufan. Sən mənə vurdun ağac. Canı daş qoyaram canı başı. Aç bana can. Münasib, mənə bax. Mənə söz vermiş kimi səni aparacam Türkiyəyə, İstanbula. Hə? Bilirsən ki, ürəyim gedir, o aşqa məmnun çəkilən ev var ha, serial. O evi görünmək istəyirəm, Yaprak dökümdəki evi görünmək istəyirəm, nə olar? Ay Nisə, söz vermişəmsə aparacam da, mən işimdən niyə eləyirsən axı səni? And iç, inanım. Bax, bu Lovell traktorunu and olsun ki aparacam. Yox, qardaşımın canına and içməsən mən sənə inanmayacağam. Ay Nisə, bu Lovell traktor elə mənə qardaş kimidir. Bir dəfə məni yarı yolda qoymayıb. Mən bunun hesabına çörək qazanıram. Mən Lovell'un hesabına ailə saxlayıram, Nisə. Ayda, əslində düz deyirsən. Bu Lovell traktoru hələ doğrudan da qardaş kimidir. Ən əsası da ifritə, Əfruz kimi arvadı yoxdur. Bəs nə? Gözəlim deyəm mən, gözəlim. Lovell. Eşidirsən? Aycan. Bəlkə Türkiyəyə hələ Lovell traktoru ilə gedək. Baş sponsor Lovell traktorları. Yorulmayasınız ki. Az Diana. Bəlkə arzuma çatmışam, xəbərim yox. Bir dəfəlik gəlsən atanın evinə. Az arzun ürəyində qalsın, ürəyində qalsın. Az yox, meydanla yürüyüşə çıxıyoruz. Havada da xoş rüzgar var biraz, evet. Ha, bu crossla ləccəbi yesinlər səni də. Gidiyoruz, biniyoruz. Niyə üçün elə ki deyirsiniz ki, münasib səni yürüyüşə çıxartmır, yanıbsan, alışırsan, biz patron tumu çıxdiyəcəkdə gezəcəyik, əylənəcəyik. Doğrudan. Az, meydan. Patron tumunu çıxdamaq üçün çıxır, gəzməyi. Çox olan o xoşdur səninlə gəzsin. Az bilmir səni aramızı nə tərvına salıyı. İstəyirsən hər şey edəsən ki, licbi aramız deyəsin, onu yuxunda görəcəksin. Biz patron tumu çıxdiyəcəkdə yürüyüşə gediyoruz. Şöyle başı bələ sənin. Diyanə, əslində mən də münasibə patron tumunu öyrəşdirim. Çıxsın hər gün mənimlə gəzsin də. Elə deyəcəm. Xüsusi sponsor Patron tumları.
Akdeniz akşamlarım bir başkan oluyor ki elim ayağım oldu suyun içinde. Ha, asaqla Akdeniz. Ne olub ki? Az yaxşı, sən şalvar ötürə bilirsən. Sən ömrü boş şalvara iki dənə xat qoyan adamsan. Özünü göstərsən qaynova ki evdarsan. Mənə deyirsən az, ay qayğanağı tavada yandıran nisə, mənə arvatlıq öyrədəcəksən. Ha, yürü ged, yürü. Gedişindən məşğul olar. Sən yürü ged, az. Gedişindən- Ay barmağım, uy yandı, nəfsimi çək mənim üstümdən. Ay vay yandırdın ki. Az narahat olmaz. Əti versəm də sümüklərimi tullamaram. Ne olub ki? Buna bax, vanyosin tozu. Tez bunu səp, yarabın üstünə. Gələ. Vanyosin kiçik kəsirlərdə, sıyrıqlarda, cızıqlarda, infeksiya olan yanıqlarda, bakteriyal dəri problemlərində istifadə olunan tanınmış antibakteriyal vasitədir. Dərini qurudur, infeksiya riskini azaltmağa kömək eləyir. Deyirəm sağ ol Nisə, sən hər evə lazımsan. Aysan, mənim kimi gəlin hər evə lazımdır. Səni demirəm, banyosini deyirəm. Qalsın sənə, verirəm sənə. Çox sağ ol, çox sağ ol. Yanmışdım ha. Yəni bunu istifadə edeyim. Xüsusi sponsor Banyosin. Əfruc. Ay can ne olub ki? Əfruc, dur. Mərcə, yemək bitir acından öyle. Ay meydan, sən toydan gəlmirsən ki? Orada muskatlara yemək vermirlər. Əfruc, bu yağı tanıyandan sonra başqa yağda biten yeməkləri yemirəm, mədəm tatırmır. Doğrudan. Onda tələsmə, duraram ayağa indi patronun yağından sənin üçün qəşən kartof qızardaram, böğründə də qəşən toyuq qızardaram. Qurban olaram ki, Əfruc, insan gərək həyatda iki şey düztəksin. Bir yağı, bir də yarını. Bəli, çok güzel söylüyorsun yalnız. Ben ikisini de düztəkmirsən. Nəyi dağırmısan? Deyirəm, ikisini de düztəkmirsən. Yağı da düztəkmirsən. 42 yaşım var ay meydan. Elə bir hərfləri indi öyrənirsən, bax uşaqsan. Tün deyəmirəm, değil mi? Tü. Yaxşı, bunu apar qoy yuxarı, mən də gələm. Xüsusi sponsor Patron tumları. Neyse, Nə də öz? deyirəm ki, bu kişilər nə görüb bu çayxanalardayım. Evdə qəşən piroqla çay dəmləyirəm. Meydan içmir. Haçan baxıram gedir çayxanaya, ağ qəddən çay içir. Bilmirsiniz niyə? Az mənimki çayxanalardan yığışıb. Bütün günü oturur evdə televizora baxır. İndi bax uzanıb kinoya baxırız üçün. Doğrudan deyirsiniz ki, 100% gelmişsən baxıcı Laləzərin yanına, əqqafına bayquş tükü qoydurmuşsan onun. Ay qız, bayquş tükü nədir? Səbəb nədir ki? Bir kaset buskol almışam. Yığmışam xalacenika. Buz istəyəndə, çay istəyəndə. Gəlirəm buskolamda pıs açıram verirəm içir. Çay da yadına düşmür, su da. Bütün günü içir. Səndən də adama xeyir gələrmiş. Onda gedim mən də mağazinə bir kletka buskola alım, qoyun meydanın qabağına otursun evdə. Eləmi? Ged elə də. Niyə? Gör nə görürsən. Getdim buskola almağa gözlə. Get. Xüsusi sponsor Azərbaycanın kolası Buz Kola. Ay. İki dənə nər kimi oğul böyütmüşəm. İkisi də gedib əlindən iş gəlməyən bir dənə fərsiz arvadı gətirib salıblar evə. Mən onlara nətər ev vermişəm, onlar mənə nələr eləyiblər. Gör nətər baxıblar bağ-bağçaya, nə gündədir. Sən mənim can, bura bax, çirkə bax, çirkə. Tərtəmizdir. İndi mən neyim? Səhərdən belə bir dənə çepi axtarıram, tapa bilmirəm. Yox, çepini özüm yaratmalıyam. Bu Münəvvər gələndən də bu gəlinlər ortalıqda yoxdur, qorxudan çəkiliblər özlərinə. Səmayə, xoş gəlmisən. Münəvvər, buradasan? Təsadüfən eşitdim ki, sən yığışıb burada qalmağa gəlmisən. Deyirəm Səmayə, əl çəkmədin də sən bu dedikodudan. Əvvəllər eşitdiyinin üstünə 5 qat qoyub danışırdın, elə indi yerindəcə uydurursan özündən. Bəsdir də. Dava deyirəm də sən. Dava. Bu kimdir canım? Sağ olmamış. Bu kimdir canım? Deyə. Boy, gəlinlər,
Xoş gəlmisiniz. Çok sağ ol. Ay qız, sizin üçün qəşəng xələt gətirmişəm. Özü təmiz türk malıdır ya. Əsil. Boşanıb ata evinə qaydanda giyinəsi donlardandır. Hər onunla əlavə bir sabo gətirmişəm qızlar. Sabun. Sabo. Sabo, hə. Sabo giyinəsi. Bəli. Bax, ərvizdən boşanırsınız, məhkəməyə gedirsiniz. Bax, əsl o məhkəməyə girib gedəsi sabolardır. Mama, bəyəndiyin nəsə varsa dinən alım sənin üçün hədiyyə. Az mən dura mənim mamam üçün hədiyyəni sən nöş alırsan ki. Mən görmüşəm, bəyənmişəm, özüm alacağım. Çox sağ olun. Mənə heç nə lazım deyil. Özünüz alın. Yaxşı da, mən gedim, mənim işim gücüm var. Sağ salamat. Sağ olun. Sağ salamat. Sağ salamat. Nə bilim sən. Nisə, sən ərindən boşanmısan? Mən münasibi çoxdan da ortalıqda görmürəm. Allah eləməsin, mən niyə boşanım? Boşansın bizi istəməyənlər. Sən də haqq deyirsən, düz deyirsən. Əfruz, Bəli. canım, bugün sənin salonuna gələcəm yanıma. Mənə biraz əl gəzdirərsən. Mənim gözüm üstə, gözüm üstə. Can. Gələr ki yaz. Yaxşı. Hələlik. Hələlik. Sağ salamat. Sağ salamat. Gəlinlər, mən sizi çox istəyirəm. Nə çıxsa? Niyə bu həyətə belə biganə yanaşırsınız? Niyə həyətə baxmırsınız, hə? Görmürsünüz həyət baca semiçka tumu ilə doludur. Birdən bir adam gəlsə nə edəcək? Hə? Niyə süpürmürsünüz? Süpürüm də. Süpürüm də mama. Mən süpürüm də. Mən eləyərəm. Mən eləyərəm. Boşmalı mən eləyim də. Mən eləyəcəm deyəm. Özüm eləyəcəyəm. Hanı süpürgə hanı mama. Mən eləyəcəyəm. Hanı süpürgə özüm eləyəcəyəm. Bir dakika bakayım. Nə oldu? Alo. Ay kız yok o çüretti kırgındı yerim yoktu. Bak bir nefer var indi onun elbise üzünü alırım sonra kaşını alacağım. Ne olur ki? Az yok 9'a 10'a benim umumiyetle çoklu işim var ha. Bacıcanı. Akşam 9'da koyun üteceğim. Yok geceye salabilmem koyunu. Onu tek başına bırakırım canavar aparar. Sabah gelin. Oldu anam oldu. Teşekkür ederim çok sağ olun. Oldu. Kırgındı. Cama hamısı gelmesi lazır gelmesi. Bak, qaynanın nə yaxşı gəlir. Qar yağdı kimdir? Qaynanın nə yaxşı gəlir, nə istəyirdi. Az qaynanam gel. Belə küçüğü deyirəm, qaşığı belə elə. Az arıtma da. Ay, yox deyirsən. Az qaynanam deyirsən deyir ki, şart xəbərlə gələcək. Elə istəyirəm. Dedi, axşama bir süfrə açın, qəşəng qonaqlıq, sürprizim olacaq. Yəqin o deyəcək də banacığım. Ay, Əfruz, mən nəsə şübhələnirəm. Nədən? Birdən evi götürər, nisiyə verər. Az yox, İraq olsun, nisiyəliş verir. Yox, elə şey yoxdur, yox. Qalarsan belə. Az yox, qulaqlara qurğuşum, yox. Gəl böyle, qaşığı qaldır. Az bir də ki, nisiyə niyə versin ki? Nə versin də belə də ki? Ay, qanmaz. Hə? O nisiyədən demirəm, Hə. el itin nisiyəni deyirəm. Elitin? Ha. Az yox, elitin beləncə eləməz, yox. Ya eləncəyə baxma, yox, lap elə deyil. Nasıl mən daha fişot ki, gərək Bakıya gedeyim, saçımın rəngini dəyişmək. 200 manata dəyişirlər. Düzdür, bahadır. Qramlandı, saç qramlandı şəhərdə də. Şəhəri bilmirsiniz ki? İntazı şəhərdə 200 manat, amma Arenda bahadır ya. yox, baha da olsa keyfiyyətli olar da. Yox bacı canı, arenda bahadır. Nə danışırsınız ki? Ondan sonra gəl çıx metrodan, 20 var, metroya düşdün, 20 çıxıb taksi ölürsən, soxacaq taksiyə. Gətirdi qayana, mən sənə həmən qiyməti yol pulu zaten onu 150 eləyəcəyəm. Canım ki, bu saçma buradan. Qaynaq 6 ayda qalacaq. 1 qram kleysin biləsi qopmaq söhbət olmayacaq. Bacıncı aç. Mən rəngini dəyişəcəm. Nəyi? Rəngini dəyişmək istəyirəm. Bu qəşəngdir, sən çox qəşəng qalır sənə bacı. Az deyil, adın çəkən kimi özü gəldi. Bu da mən elitimdə. Doğrudan. Adımı çəkdim. Samaya, deməli bizim itlə bunun səsi bir daxı. O hürəndə bunun sələ birəm budur, bu hürəndə elə birəm odur. Bu şimdi iti apardıq, azdırdıq. Dedim da bu var da hürər həyətdə. Bilsəydim bunu aparıb azdırdıq, iti saxlayardıq. Özü mənə bax, mən sənin hambalını görəm ha. Gəl mənə süfrə açmağı kömək elə bildin. Cavab tez olar. Tez ol. Babeyqa. Zərli olmuş. Sən bununla necə yola gedirsən? Az deyil, belə hürə. Buna yola getmək olur ki. Vaxtı. Belədir bu. Yox, mən fişot ki, gərək Bakıya gedim. Niyə üçün? Lazerlə. Az niyə sən Bakıya getmək? Məndə aparat var da, İskəndərit. İskəndəritdə də ay qız. Aleksandrit denən də. Az eyni şeydə İskəndərit, Aleksandrit nə fərqi var? O da atırsan bu verir, bu da atırsan bu verir. Doğrudan. Canım buzla.
Gelin bir atış 1 manat. Canım üçün evdə də aparat. Gətirin. Yox ay qız, əsli Bakıdadır. Əsl aparat düt eləyir. Vuranda düt eləyir. Ben de vururum ağzımdan deyir düt. Bak. Düt. 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 Gelin gətirin. Ged işinə məşğul ol. Mən Bakıya gedəcəm. Az buzundan belə də istifadə edə bilərsən. Az suyun içine iç. Yox, ged işinə məşğul ol. Az özün bilərsən. Gəl sən gələ sapdır. Gəl bəri. Gəl sapla bir tərləyər. Gəl bəri. Sifətə basıqla. Elə bir pambıq yığıram. Canım anam, bax, sənin ən sevdiyin yeməyi pişirmişəm. Necə, dadına bax, dadına bax. Soğan, bir dənə buz kola. Bəh, iç. Ay anam, anam benim çok sevinir. Anam benim, anam sen için şal getirmişler de atıram çiğniyorlar. Üşümüyorsunuz. Çox sağ ol. Siz de sağ olasınız. Münacib, Haydi. can vurma, can. Yok, ben içmem. Əziz gəlinlərim, mənə diqqətlə qulaq asın. Sözüm sizədir. Mən sizi çox istəyirəm. Siz mənim gözəl gəlinlərimsiz. Siz hansı evdən çıxmısınız? Hansı ailənin tərbiyəsini görmüsünüz? Ananız sizi qabağına qoyub nəyi öyrədib? Gözlərinizi açanda birbirinizi hansı vəziyyətdə görmüsünüz? Hamısı göz qabağındadır. Mən sizdən razıyam. Razıdır, esas razıdır. Çok sağ olun, çok sağ olun. Meydan, mama baharatlı 2 diş taktı ya. Yok, kulağı çöktüğünde bak, o cep bakıyıblar. Mən şəxsən öz adımdan demək istəyirəm ki, hansı ailədə gəlinəm və bu ailə necə ailədir, onları yaxşı tanıyıram. Bu barədə çox danışa bilərəm. İstəmirəm mamanı yorum. Mən də bir iki kəlmə demək istəyirəm. Sizin zəhmət olmasam. Meydan müəllim sizin. Ana haqqında deyirəm. Demək, əziz anam, mən də bu ailəyə qoşulanda, mən bu ailəyə gəlin gələndə sizin nəsliyinizin haqqında danışırdılar. Çində danışırdılar, bulaq başında danışırdılar, nə bileyim, müəyyən tükanların qarşısında danışırdılar. Amma gəldim, gördüm sizin nəsliyiniz doğrudan da gözəl nəsliymiş. Tanınmış nəçilik də. Tanınmış nəsil. Ona görə mən istəyərəm də ki, sizin nəsliyinizin sağlığına 50 vuram, amma qoymur. Qoymur, amma söz verirəm ki, nə vaxtsa mən onu yerinə yetirəcəyəm. Dərin təşəkkürümü bildirirəm. Alqışlarınız üçün də çox sağ olun. Ha meydan. Bək deyirdin, içməyəcəm. Açı. Bu məclisdə ayıq başına oturmaq olmaz, vurmaq lazım. Cahacın iştirakını, cahacın iştirakını. Yaxşı, çok doldurma. Çok Deyəm. Mama, o evlə bağlı şad xəbər nə idi onu dinlənlə bizə də. Ana onu deyəndə ürəyimiz elə döyünür, çıxır yerindən. Nə deyirəm? Dinən mama, dinən. Durma, çox sağ olun. Keçək əsas məsələyə. Bəli, təşəkkür edirəm. Mən bu evi satıram. Pulunu da verirəm, yad olmasına baxmayaraq. Gözümün ağı, qarası, çox istədiyim olan mənə övlad əvəzi kürəkənmə. Kimə? Qızımın ərinə, özünə biznes quracaq. Siz də nə istəyirsiniz eləyin, öz başınızın çarəsini qılın. Hayır, sən nədən açırsan? Gecindi qalaq. Sən harda? Yaxşı, bəs Münəvvər harda qalacaq? Nə? Adımı qoymusan? Düzdür, Dənisə. Normal danış. Mən hamiləyəm, qızımız olacaq, adını Münəvvər qoyacağam, amma sənin adını... Onda belədirsə, Bakıdakı evi sataram, verərəm kürəkənimə, özüm də gəlib qalaram sizlə. Elə burada. Az neynədin, istədin qabağa düşək, dala düşdü. Bu gəldi qaldı bizlə. Ay qız, deyən Amma necə inləyəcək? Ata oluram, Ata olacaq. Aşıq çal. Belə səni, belə Təpəgöz. Babeyqa. Videoya baxaz, orta yaşlı babeyqa. Külü başa, güdür sən də məni də yerə soxum. Hardan görüb onu? Susuya düşdü, avtomatik çıxar suyun üzünə. Başa Bir qıraqdan sən. Ləpə vurdu, qovuşturdu sizi. Heç güzgün özümə baxımda 8 balığına uçuysan. 8 balığı nə dala? Dalında su səpəcəyəm. Külü başım var. Sənə onu istirahatsın. Az məndə lazım vardı, axırıncı İskəndər et.
Canım üçün İskəndəriyyə. Bir atışa bum. Yaxşıdır da, bu desin Aleksandriyyə. Pulunu da verirəm. Hə. Yad olmasına baxmayaraq. Yadulla kimdir? Deyirəm ki, yad olmasına baxmayaraq. Gözümün Yaxşı, yaxşı. Orada rəsmi